Demək, bu günlərin biz sizlə keçirik Rus-Qacar müharibələri. Rus-Qacar müharibəsinin başlaması. Keçən dəfə biz dərslərimizin axırında, yəni axıra yaxın bu xanlıqlar dövrü haqqında danışaraq demişdik. Xanlıqlar dövrünü bir dəqiqə. Bəli, biz Rus-Qacar müharibəsi haqqında danışacağıq. Demək, 19-cu əsrin ilk illərində Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarını haqqında biz sizlə danışmışdıq. Yadınıza gəlirsə, söyləmişdik ki, Rusiyanın Azərbaycan torpaqlarının işğal etməsi ardıcıllığı belədir. 1801-ci ildə 1-ci ilin sentyabr ayında Qazax, Şəmşədil, bax buradır, bu ərazilərdir. Qazax, Şəmşədil, Borçalı, bu ərazilər işğal olunmuşdu Rusiya tərəfindən Çarın manifesti ilə. 1803-cü ildə 1803-cü ilin mart-aprel aylarında Car-Balakən cəmaatlığı işğal edilmişdi. 1802-ci il Georgiyevsk müqaviləsi ilə Dərbəndlə Lənkəran xanlıqları işğal edilmişdi. 1804-cü ildə Gəncə xanlığı işğal edilmişdir və yadınızdadırsa biz sizə demişdik ki, Gəncə xanlığının işğal edilməsi ilə demək, ləğv edilməsi eyni ilə təsadüf edir. Çünki Gəncə xanlığı demək, mübarizə aparmışdı Rusiyaya qarşı. Gəncə xanımız Cavad xan Rusiya əleyhinə mübarizə aparmışdı. Sonra 1804-cü ilin yanvar aylarına düşür. Sonra 1804-cü ildə Samux hakimliyi tutulmuşdu. Hardasa bax bu ərazilərdə yerləşir. Samux hakimliyi tutulmuşdur. Ondan sonra 1804-cü ildə bir də İlisu sultanlığı tutulmuşdu. Bax burada İlisu sultanlığı yerləşir və bununla Azərbaycanın işğalına başlamışdı. Söhbət gedir 19-cu əsrin əvvəllərindən söhbət gedir və bu da düşür Çar 1-ci Aleksandrın dövrünə. Çar 1-ci Aleksandrın dövründə baş vermişdir və əgər yadınızdadırsa, mən sizə söyləmişdim ki, Rus-Qacar müharibəsində cəmi bircə nəfər var dərsdə. Kim var burada? Mən. Gəlməyənlər özlərindən küssünlər, özləri bilərlər. Mən bayaqlarım səhər-səhər dedim və biraz da tez getməyinizə hətta icazə verdim ki, axşam izah verəcəm. Deməli, dedik ki, 1-ci Rus-Qacar müharibəsi başlanmasının səbəblərindən biri də Gəncə xanlığının Rusiya tərəfindən işğalıdır. Məhz elə Gəncə xanlığının mühasirə edən Rus deməli qoşunlarının işğalını görən Cavad xan deməli Qacarlara bu haqqda məlumat bildirmişdi, lakin Qacarlar Cavad xana heç bir kömək göndərməmişdilər, heç bir belə deyək də qoşunmu, dəstəkmi kömək ilə göndərməmişdilər və ondan sonra elə buna da peşman olmuşlar. Bax, yadınızda saxlayın uşaqlar. Gəncə xanlığının alınması Rus-Qacar müharibəsinin başlanmasından əvvəl olub. Birinci Rus-Qacar müharibəsi 1804-1813-cü illəri əhatə eləyir və Gəncə xanlığının alınması Rus-Qacardan əvvələ düşür. Yəni Rus-Qacarın gedişində baş verən deməli hadisə deyil. Rus-Qacardan əvvələ düşür. Hətta müharibənin başlanmasına da bilavasitə səbəb olmuşdu. Deməli, 1-ci Rus-Qacar müharibəsi 19-cu əsrin əvvəllərində nə ilə başladı? Gürcüstanın və Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğal edilməsi ilə Cənubi Qafqazda möhkəmlənməyə çalışan deməli Rusiyanın və o cümlədən Qacarların deməli Rusiya və Qacarların demək planlarına zidd idi. Yəni Qacarlar da Cənubi Qafqaza yiyələnmək istəyirdilər, Ruslar da yiyələnmək istəyirdilər. Bircə dəqiqə qoy görək bu. Bunlar mənim dərsimi pozmasalar ürəkləri sıxılar. Mən bilmirəm bunu nətər eləyim ki, bunlar öz xodunla girsinlər. Elcan, niyə gecikirsən? Axı mən dedim gecikməyin. Salam, mən tərsin. Salam. Deməli,
Deyirik ki, burada Rus-Qacar müharibəsi, belə deyək də, 1804-cü ilin yanvar ayında, yanvarın 3-dən 4-ünə keçən gecə Gəncə xanlığı işğal edilir. İşğal edildiyi ildə də ləğv edilir. Gəncə xanlığında komendant idarə üsulu yaradılır Rusiya tərəfindən və bundan xəbər tutan Qacar, ekranı bağla, kameranı bağla. Bundan xəbər tutan Qacar deməli dövlətinin hökmdarı Babaxan, Fətəli Şah daha doğrusu demək ultimatum göndərir Rus çarı Aleksandra və Gəncə xanlığının ərazisini tərk eləməyi ondan tələb edir. Lakin bu ultimatumu geri çevirir. Rus çarı deməli ultimatumu geri çevirir və bununla da bütün diplomatik münasibətlər deməli Qacar və Osmanlı arasında olan bütün diplomatik münasibətlər dayandırılır. Və bu əleyhissalam. Bu diplomatik münasibətlərin dayandırılmasından sonra Rus-Qacar, 1-ci Rus-Qacar müharibəsi baş verir. 1804-cü ilin deməli iyul ayında 1-ci Rus-Qacar müharibəsi başladı. Müharibə başlayan zaman Qacarların qoşununa Fətəli Şahın oğlu və həm də Azərbaycanın hakimi, Azərbaycanı idarə edən vali deyək də, Azərbaycanın valisi olan Abbas Mirzə başçılıq eləyirdi. Rus qoşununa isə deməli Rusiyanın Qafqazdakı qoşununun hərbi baş komandanı olan deməli general Sisyanov başçılıq eləyirdi. Müharibənin başlaması ilə Azərbaycan xalqının Rus işğalına qarşı müharibəsi genişləndi. Belə ki, müharibədən ilhamlanaraq bəzi ərazilərdə Rusiyaya qarşı üsyanlar baş verdi. Bu ərazilər haradır? Qazax, deməli Borçalı və Carbalakəndə. Qazax, Borçalı və Carbalakəndə Rusiyaya qarşı üsyanlar baş verdi. Deməli 1804-cü il üsyanlar ili kimi də götürürük. Bax, yadınızda qalsın testlərdə. Nə deyirdin Elcan? Kimdir manəsi deyir? Şeydir, o 1804 deyəcək, o 1804 nədir? Bax, 1804-cü ildə bir neçə dənə hadisə baş verir. Birinci odur ki, yanvar ayının 3-dən 4-ünə keçən gecə Gəncə xanlığı Rusiya tərəfindən işğal edilib. Mən bunu izah eləmişdim, siz yox idiniz. Sonra 1804-ün yanvarında Samux hakimliyi işğal olundu. Dalınla İlisu sultanlığı işğal olundu mart ayında. Bəli, yox, yanvarda Gəncə ilə Samuxdur, martda deməli İlisu sultanlığıdır. İlisu sultanlığı da butana burdadır. İşğal edildi. Bax, göstərdim də butana. Niyə ekrana baxmırsan ki? Ekrana bax da. Deməli, burada ondan sonra 1804-cü ildə ki, bu Gəncə xanlığı işğal edilir. Qacarların şahı Rus çarına ultimatum göndərir ki, tərk eləyin Gəncə xanlığının ərazisini. Lakin Rus çarı buna razı olmur. Heç vaxt da buna razı olmazdı. Çünki onlar yəni buranı kolay-kolay tərk edəsi adamlar deyildilər və ona görə də Qacarlar Rusiya ilə olan hər bir diplomatik münasibəti kəsirlər və bu da onların arasında müharibənin başlanmasına səbəb olur. 1804-cü ilin iyul ayından başlayan müharibə 1813-cü ilin deməli oktyabr ayına, səhv eləmirəmsə oktyabrın 10-da Gülüstan müqaviləsi ilə başa çatır. Deməli, burada Fətəli xanın oğlu, Fətəli Şahın oğlu daha doğrusu, Fətəli Şah kim idi? Qacarların deməli Ağa Məhəmməd Şah Qacardan sonra onu dövlətini idarə edən Ağa Məhəmməd Şah Qacarın qardaşı oğlu idi və həm də Qacarların şahı olmuşdu. Hardasa 37 ilə yaxın dövləti idarə eləmişdi. Və burada deməli onun oğlu Abbas Mirzə həm Azərbaycanı idarə edən, əyalətini idarə edən vali hesab olunurdu. Həm də Qacarların ordusunun başçısı hesab olunurdu. Rus qoşununun başçısı isə Sisyanov idi və onların deməli müharibənin başlanmasından ilhamlanaraq Azərbaycan xalqı Rusiyaya qarşı üsyanlara başladılar. Bax, Qazaxda, ondan sonra Carbalakəndə, ondan sonra Borçalıda Rusiyaya qarşı üsyanlar baş verdi. Bu deyil Borçalı. Borçalıda Rusiyaya qarşı üsyanlar baş verdi və bununla da İrəvanın
deməli İrəvanı birinci mühasirəsindən danışıq 1804-cü ildə. Deməli Sisyanovun öldüyü o idi ki, İrəvan xanlığını, İrəvan qalasını tutsun və ona görə də 1804-cü ilin deməli iyulun 5-də demək 5 gündən çox davam edən 3 kilsə yaxınlığındakı döyüş baş verdi. 3 kilsə döyüşü uşaqlar 3 kilsə döyüşü ilk vaxtlar Rus qoşunlarının üstünlüyü ilə deməli getsə də, lakin bir müddətdən sonra Ruslar zəiflədilər və geriyə çəkilməyə başladılar və Ruslar məğlub edildilər. Deməli beləliklə 1804-cü ildə 3 kilsə döyüşündə kim qalib gəldi? 3 kilsə döyüşündə Qacarlar qalib gəldi. Bəli, əvvəlcə Ruslar qalib gəlirdi, amma müharibəni 5 günlük müharibə 5 gün davam elədi 3 kilsə döyüşü və nəticədə Qacarlar qalib gəldi. Getdi, hara getdi? Qacarlar qalib gəldi. Ondan sonra 1804-cü ilin iyul ayında Qəmərli yaxınlığında, Qəmərli kəndi, bax bunların hamısı İrəvan yaxınlığında olub aşıqlar. İrəvan yaxınlığında olubdu. Onların arzusu o idi ki, Qəmərli kəndini tutsunlar və Qəmərli kəndini tutandan sonra İrəvana yolları açılsın və ona görə də nə? Bəli. İrəvana yol açılsın. İrəvanı tutmaq istəyirlər, İrəvanı. Və Qəmərli yaxınlığındakı döyüşdə, bax xahiş eləyirəm, bu dərsin xronoloji cədvəlini çıxardın, gətirin. 1804-cü ildə Qəmərli döyüşü baş verir. Qəmərli döyüşündə Rus-Qacar müharibə arasında olan bu döyüşdə yenə də Qacarlar üstünlük qazandılar. Ruslar məğlub edildilər və geriyə oturdular. Beləliklə İrəvan qalası istiqamətində olan 2 dənə döyüş, 3 kilsə döyüşü və Qəmərli döyüşü Qacarların qalibiyyəti, Rusların isə məğlubiyyəti ilə başa çatdı və burada deməli İrəvan xanı Məhəmməd Hüseyn xanın yaxşı hərbi hazırlığı, uğurlu taktikası və qarşıdan gələn soyuqlar rol oynadı. Qarşıdan gələn havanın soyuqluğuna arxalandı Məhəmməd Hüseyn xan və fikirləşdi ki, qabaqdan soyuqlar gəlir, Ruslar bu soyuq məsələmdə müdafiəsiz yerdə qalanın mühasirəsini uzun müddət saxlaya bilməyəcəklər və onlar da buranı yarımçıq qoyub gedəcəklər və beləliklə də bu Məhəmməd Hüseyn xanın qarşı öngörüsü öz nəticəsini verdi və Ruslar geri çəkildilər. Yəni birinci Rus-Qacar müharibəsinin ilk həmləsi İrəvan xanlığı oldu və İrəvan xanlığından əli boş geri qayıtdılar. Ondan sonra deməli 1804-cü ilin sentyabrında Sisyanov axırıncı dəfə İrəvan qalasının təhvil verilməsi haqqında Məhəmməd Hüseyn xana təzədən tələb irəli sürdü. Məhəmməd Hüseyn xan ona rədd cavabı verdi və son cəhdinin də uğursuz olduğunu görən Sisyanov öz qoşunlarına geri çəkilmə əmri verdi və beləliklə bunların geri çəkilməsi baş verdi. Ondan sonra uşaqlar biz tarixdə baş verən digər 3 kilsə döyüşünü yadımıza salırıq ki, bu da baş verib 1735-ci ildə. Bu da Nadir xanın dövründə Səfəvilər dövlətində baş vermişdir. Burada Səfəvi Osmanlı arasında baş vermiş döyüşdür. Bu döyüşdə də Nadir xan qalib gəlmişdir. Səfəvilərin dövründən söhbət gedir və Rus qoşunları Azərbaycan torpaqlarından, bizi bağışlayın, Osmanlı qoşunları Azərbaycan torpaqlarından çıxarılmışdı. Sonra gələk Kürəkçay müqaviləsinə. Baxın uşaqlar. Deməli, biz Gəncə xanlığının işğalını 1-ci Rus-Qacar müharibəsindən əvvəl götürürük, sonra götürürük. Kim deyə bilər? Ay sağ ol, əvvəl. Rus-Qacar müharibəsini başlayıb iyul ayında uşaqlar, 1804-ün iyul ayı. İyul ayı neçənci aydı? 7-ci aydı da. Amma Gəncə xanlığı 1804-ün 1-ci ayında tutulubdu. Bax, yadınızda qalsın. Bu müharibədən qabaq baş vermiş hadisədir. Ondan sonra uşaqlar, baxın, Ruslar o qədər çox bilmişdilər, o qədər belə deyək ki, pambıqla baş kəsən idilər ki, onlar ən çox döyüşsüz təslimiyyata üstünlük verirdilər. Onlar öz güc göstərisini edirdilər və bununla da cəmaatı qorxuya salaraq onları koşulsuz, şərtsiz onlara tabe olmağa, təslim olmağa vadar eləyirdilər.
elədilər və burada Qarabağ xanlığında İbrahim Xəlil xan idi. Bilirsiniz ki, 1763-cü ildə Pənahəli xan Şiraz qonaqlığına getdi, qayıtmadı və o vaxtdan da Qarabağ xanlığını idarə eləyirdi İbrahim Xəlil xan və İbrahim Xəlil xana Rus qoşunu tərəfdən belə deyək də Sisyanov tərəfdən bir təklif gəldi ki, demək Rusiyanın himayəsi altına keçsin. Rusiyanın himayəsi altında daxili müstəqilliyini qoruyaraq xanlığını eləsin və bunu da İbrahim Xəlil xan qəbul eləyir və burada xanları çağırır və xanlarla belə deyək də bu məsələni müzakirə eləyir. Bu xanlar da kimlər idi? Azərbaycanın bir çox sayılıb seçilən xanları burada iştirak eləyir. Lakin onların içərisində heç kim bunu qəbul etmir. İbrahim Xəlil xandan başqa. Deməli 1805-ci ilin may ayının diqqət elə, may ayının 14-də Qarabağ xanı İbrahim Xəlil xan imperator zəmanəti olan Kürəkçay müqaviləsi imzalayır. Yəni bu xanların içərisində bircə dənə İbrahim Xəlil xana imperator zəmanəti, imperator möhrü olan sənəd imzalayırlar. İbrahim Xəlil xana general rütbəsi verirlər və Rusiyanın asılılığı altında yarım müstəqil xanlıq olaraq qalır. Yalnız və yalnız onun qarşısına qoyduğu tələb nədən ibarət idi? Birinci, burada hakimiyyət dəyişdiyi zaman o Rus çarı tərəfindən təsdiq edilməli idi və Rusiyaya hər cür köməklik eləməli idi və daxili cəhətdən müstəqil olmalı idi. Və onlar da Qarabağ xanlığını Azərbaycanın qapısı adlandırırdılar. Testinizdə düşəcək sizə. Azərbaycanın qapısı adlandırılan xanlıq Qarabağ xanlığı götürəcəksiniz və beləliklə Rusiyanın tabeliyinə keçərək Qarabağ xanlığı Rusiyanın irəli sürdüyü şərtləri qəbul etdi. Amma geri qalmış bütün xanlıqlar, geridə qalmış da digər xanlıqlar bu şərtləri geri çevirdilər, istəmədilər. Lakin Qarabağ xanlığının Kürəkçay müqaviləsinin imzalamasından düz bir həftə sonra, 7 gün sonra, yəni may ayının 21-də Şəki xanlığı demək, Şəki xanı Səlim xan, yadınızdadırsa Şəki xanı həmin dövrdə Səlim xan idi. Şəki xanı Səlim xan deməli Rus çarının nümayəndələri ilə Kürəkçay müqaviləsi imzalayır və Şəki xanı Səlim xana da Qarabağ xanı İbrahim Xəlil xan kimi ona da general rütbəsi verilir və öz xanlığının daxili müstəqilliyini qorumaq şərti ilə Rusiyanın tabeliyinə keçmək, Rusiyanın himayəsinə keçmək, yəni dırnaq içində himayəsinə keçmək haqqı verilir. Və bununla da 1805-ci ildə Rusiya tərəfindən işğal edilən xanlıqlarımız hansılar oldu? 1805-də Qarabağ, Şəki, bunlar may ayında keçdilər. Dekabr ayında isə Şamaxı xanlığı keçdi. Şamaxı xanlığı isə dekabr ayında. Əvvəlcə Şamaxı xanı Mir Mustafa xan istəmirdi, qəbul eləmək istəmirdi, deyirdi ki, yox falan. Lakin ondan sonra o başa düşdü ki, Rusiyaya qarşı o kafa tuta bilməz. Rusiyanın kimi hegemonun qarşısında o heç cürə onlarla mübarizə apara bilməz. Əvvəlcə o deməli Şamaxı xanı deməli təbii qala və sığınacaq olan Fit dağında müdafiə mövqeyi tutur. Lakin üstün qüvvələr qarşısında dayana bilməyərək Kürəkçay müqaviləsinə oxşar bir müqavilə, yəni oxşar şərti ilə müqavilə imzalayaraq 1805-in dekabrında Rusiyanın təbəliyini, yəni asıllığını qəbul edir. Ondan sonra deməli biz nə deyirik? Qarabağ xanlığının Rusiya ilə imzaladığı müqavilənin şərtlərini dedik. Müəyyən şeylər var ki, onları mən bir daha sizə demək istəyirəm. Burada nədir? Bəli. 1804-də Gəncəni işğal edib adını dəyişdirdilər elə. Yelizavetpol, bəli, Yelizavetpol qoydular, bəli. Hətta Gəncə adını çəkənlərə onlar cərimə eləyirdilər. Bir çervon, bəli, cərimə ödəməli olurdular. Özləri çarın arvadının adı Yelizavettanın adı ilə öz arvadına hədiyyə eləmişdi. O şəhərə arvadının adını vermişdi. Deməli, burada deməli xan sülaləsinə, bu nədir? Kim gəldi belə? Xan sülaləsinə aid olanlar ki var idi.
İmran bir yerdə dur da, nə? Mən qoy dərsimi keçim də. Girirsiniz, çıxırsınız. Ömər hanı bə? Ömər. Ömər yoxdur, bilmirəm. Necə olubdu? Bilmirəm, ay müəllimə. Niyə onu yazmadınız ki, o da girsin? Yadından çıxıb da. Elcan, sən buradasan, Elcan. Ona yazın, gəlsin. Yazın, qoy gəlsin. Bir dəqiqə yazın, gör bir xətt döysə gələcək müəllimə. Bir dənə salam yaz gör, ya nöqtə göndər gör. Hə, deməli nə deyirik? Deyib burada həm də 8000 çervon, yəni rus qızılı olaraq hər il xərac ödəməyi də öz öhdəsinə götürmüşdü. İndi davam eləyək Rus-Qacar müharibəsinin davamına baxaq uşaqlar. Burada elə bir ki 1805-ci ildə reklamla pauza oldu ki, bu öz xoşunla, öz rahatlığıyla xanlıqları tabe elədi. Sonra gəlirik nəyə? Baxın, biz demişdik ki, bayaqları mən sizə dedim ki, 1803-cü ildə andlı öhdəlik qəbul eləyən bizim haramız var. O Rus-Qacara aid deyil ha. Andlı öhdəliyi imzalayan Car-Balakən ərazisi idi. Car-Balakən ərazisi deməli andlı öhdəlik imzalayaraq Rusiyanın təbəəliyini qəbul eləmişdi. Daxili müstəqilliyini saxlamaqla. Bax, yəni bunu da deyirəm, bəlkə bayaqlarım dərsdə olmayan uşaqlar yox idilər, eşitmədilər. Davam eləyək. Deməli 1805-ci ilin yayında Abbas Mirzənin qoşunu Qarabağa daxil oldu. Şahbulaq qalasını mühasirəyə aldı. Axı biz bilirik ki, Şahbulaq qalası 1805-in yayında Şahbulaq qalasında şey idi də, belə deyək, nə deyirsiniz ona? Rusiyanın tabeliyi var idi. Rus qoşunları yerləşdirilmişdi. Rus qoşunlarının yerləşdirilməsi 1805-ci ilin may ayından elə idi də. Və ona görə də biz burada nə deyirik? Biz burada deyirik ki, Şahbulaq qalasını mühasirəyə... Mən birinci ildəyim, səs-küy çoxdur. Səs-küy çoxdur, dərsə qulaq as. Axı mən saat... Bayaq sən mənə dedin ki, saat 1-də icazə ver gedim. Deməli... Qulaq asaq uşaqlar. Demək burada az sonra Abbas Mirzə Qazağa daxil oldu. Yəni Şahbulağı ala bilmir ha. Şahbulağı ala bilmir. Qaladakı Rus qoşunlarının başçısı bu qalanı Rus qoşunu müdafiə eləyirdi. Lakin görür ki, bu müdafiəsiz qalıbdı. Qalanı qoyur, qaçır gedir. Atır gedir də, bildiniz nətər? Qalanı tutur, təslim o vəziyyətini görür, qaçır gedir gizlicə. Qalanı tərk eləyir. Az sonra Abbas Mirzə Qazağa daxil olur. Ay İmran, şamınızı, zadınızı gördük, çox gözəldir. Səni də gördük, çox gözəlsən. Kameranı bağla. Bu arada yaxşısanmı? Sizə xoşdur. Mənə xoşdur. Mən sizi görmə həmişə şadam. Deməli, Qazaq sakinləri, deməli burada Qazağa gəldilər. Qazağa daxil oldular. Burada elə bil ki, bəyanat verdilər. Qazağı idarə edən kəndxudaya bəyanat verdilər və ondan tələb elədilər ki, xalqı üsyana qaldırsın, aşıqlar. Xalqı sizcə kimə qarşı üsyana qaldırmalı idi? Xalqı kimə qarşı üsyana qaldırmalıydılar? Əlbəttə ki, Ruslara, ay qadanam sənin, Ruslara qarşı üsyana qaldırmalıydılar və belə olan vaxtda Zəyəm adlanan yerdə döyüş baş verdi uşaqlar. 1805-ci ilin may ayında baş verən Zəyəm döyüşündə yazıq Abbas Mirzə yaralanır. Döyüşdə. Abbas Mirzə yaralanır və geri qayıdır ay uşaqlar. Burada bilirsiniz də Xudafərin körpüsü var. Araz çayı sahilində meymunluq eləməyin. Araz çayının üstündə Xudafərin körpüsü var. Xudafərin körpüsünü geri keçərək orada istəyir ki, gedə öz yaralarını müalicə eləyə də. Çünki orada çox böyük bir yaralanmışdı və burada 1805-ci ilin yayında Qacar qoşunu hərbi əməliyyatlarında uğursuzluqla rastlaşdı və Ruslar Azərbaycandakı mövqelərini möhkəmləndirdilər. Yəni bayaqdan biz dedik, indiyənə qədər danışdıq, hansı 1804-cü ildə hansı döyüşləri keçdik. 1800 deməli 5-ci ildə olan 4-cü ildə olan döyüşlərimiz 3 kilsədir, Qəmərlidir. Bu döyüşlərdə deməli
Bəsdir Ömər, meymunluq eləmə. Əhməd bəsdən nə olubsun? Aha. Cəmaət var. 1805 video çəkiliş gedirək. Bunu paylaşacağam YouTube kanalımda. Adamsınız. Deməli 1805-ci ildə burada nə baş verir? Burada deməli 4-cü ildə 2 dənə döyüşdü. 3 kilsə döyüşüdür, Qəmərlik döyüşüdür. Burada Qacarlar qalib gəldi, Ruslar məğlub oldu. 1805-də Kürəkçay ilə 2 dənə xanlığı tabe elədi. Şəki xanlığıyla Qarabağ xanlığına. 1805-in dekabrında Şamaxı xanlığı tabe edildi. Sonra 1805-in yayında Qazax Ruslar gəldilər, deməli Ruslar deyirəm, demək Abbas Mirzənin qoşunu gəldi, Şahbulaq qalasını mühasirəyə aldı. Şahbulaq qalası alındı Ruslar tərəfindən qısa müddət ərzində. Lakin Zəyəm yaxınlığında 1805-ci ildə baş verən döyüşdə Abbas Mirzə ağır yaralanır, Xudafərin körpüsünü keçib geri qayıdır və burada Rus qoşunu möhkəmlənir. Ondan sonra deməli biz nə deyirik? Dərbənd, Bakı və Quba xanlıqlarının işğalından danışaq. Deməli, burada Sisyanov əvvəlcə məktublar göndərir uşaqlar. Bu Ruslar əvvəlcə təhdid məktubları göndərirdilər ki, gedin onlara deyin ki, təslim olsunlar, tabe olsunlar, falan filan belə məktublar, təhdid dolu məktublar göndərirdilər və hansı ki xanlıq onların razılığını qəbul eləyir, onları qəbul eləyir, onları birləşməyə qəbul eləyir, onlarla işləri olmur. Hansı xanlıq ki qəbul etmir, onlara qarşı çox amansızcasına mübarizə aparırlar. Və beləliklə Sisyanov Şamaxını işğal etdikdən sonra sizcə hansı xanlığa yol açılmışdı uşaqlar? Oxlara baxsınız. Oxlara baxsınız. Deməli, bəli, Bakıya qarşı deməli yola açılır Sisyanovun və Sisyanov Bakı xanına məktub göndərir və burada deyir ki, 1805-ci ilin əvvəlində Sisyanov Bakını işğal etməsi üçün Bakıya desant çıxardır. Siz ola bilər burada biraz çaşbaş qalarsınız ki, ay müəllimə desant nədir? O vaxtda desant mı var imiş? Desant o vaxtın sözüdür. Suda və quruda fəaliyyət göstərən əskərlərə deyilir desant. Başa düşdünüz nəyə deyilir desant? Hə, desant sözünün mənası suda və quruda döyüşə bilən qoşun növüdür desant. Başa düşdünüz? Demək, bundan sonra nə baş verir? Xanlığın mühüm strateji məntəqələri ələ keçirilir. Bu zaman Bakı xanı Hüseynqulu xan Qacar sarayına kömək üçün müraciət eləyir. Lakin bu dəfə Abbas Mirzə Gəncə xanlığında etdiyi səhvi eləmir. Dərhal Bakı xanı Hüseynqulu xana kömək göndərir. Hüseynqulu xan burada çox gözəl bir tədbir tökdü. Çox kişi bir xasiyyəti var idi bunun. Allah ona qəni-qəni rəhmət eləsin. Burada Sisyanova kompas qurdular. Nə qurdular? Kompas qurdular, pusu qurdular. Sisyanov o deyir ki, ay sağ ol. Sisyanova deyir ki, mən sənə təntənəli şəkildə Bakının haçarlarını özünə vermək istəyirəm, əlinə vermək istəyirəm. Bu haçarları şəxsən sənə təqdim eləmək istəyirəm. Və burada da o gəlib onu açarları təqdim eləmək istəyəndə orada mövqe tutmuş Hüseynqulu xanın əmisi oğlu, Allah ona qəni-qəni rəhmət eləsin, elə ona da adı yadımdan çıxdı uşaqlar, kusura baxmayın. Həmin o kişi, Hüseynqulu xanın əmisi oğlu, deməli güllə ilə vurur, Sisyanovu öldürür. Sisyanov heç əlinə haçarı almadan ölür, göbərir. Deməli, ondan sonra Bakı xanlığının işğalı bir müddət ləngiyir. Axı biz deyirik ki, 1805-də işğal eləyir də Bakını, Bakıya desant çıxardır. Niyə işğalı 1806-cı ildir? Ona görə ki, Sisyanov öldürülür, Rus qoşununda hərc-mərcilik yaranır. Bilirsiniz nətər? Sisyanov kim idi? Sisyanov bəli, Cənubi Qafqazda Rus qoşununun hərbi rəhbəri idi. Öz başçısını itirən Rus qoşunu başsız qalır və ona görə də qoşunun içində hərc-mərcilik yaranır. Ondan sonra deməli yenidən qüvvə toplayır Rus qoşunu, yenidən bura başçı təyin edilir və qüvvə toplayan Rus qoşunu 1806-cı ilin iyun ayında Quba xanlığının tabeliyində olan Dərbənd xanlığını işğal eləyir. Dərbənd xanlığı işğal edilən ildə ləğv edilir. Burada komendant idarə üsulu yaradılır. Ondan sonra
Buradan da Dərbənd xanlığını işğal ediləndən sonra Rus qoşunu öz gücünü göndərir Bakıya. Rus generalı Bakı şəhərinə deməli yaxınlaşanda Bakıda olan sakinlərə xəbər göndərir və deyir ki, siz bizi rahatlıqla qəbul eləsəz, birə qarşı mübarizə aparmasaz, sizlə işimiz olmayacaqdır. Baloğlan burdasan? Baloğlan. Artisti eləməyin. Baloğlan yatıqdı sənə. Ay, Baloğlan burdasan mı? Amma balaqlaq deyin işləyəcək. Ayv olsun sağ Baloğlan, heç də demirəm. Deməli 1805-ci il. Valla səsə basıram, səs asılmır. Eləmi? Hə. 1805-ci ildə. Səsə basıram, asılmır. Qulaq as, dərsə qulaq as. Əsas odur dərsdəsən, qulaq asırsan. Qulaq asıram. 1800 demək 6-cı ildə, 1806-cı ildə deməli ruslar vəd eləyirlər ki, sizə toxunmayacağıq, sizlə işimiz olmayacaq və lakin Hüseynqulu xan bilirdi ki, rusların sözünə inanmaq olmaz və ona görə də o gedib Qacarlara sığınır Hüseynqulu xan. Kim idi Hüseynqulu xan Elcan? Bakı. Bakı xanı idi. Artistlik eləməyin sən Allah, qoyun dərsimi keçim. Ondan sonra 1806-cı ilin oktyabrın 3-də Bakı xanlığı işğal edildi, ləğv edildi. Deməli uşaqlar, əgər sizdən xronoloji ardıcıllıq istənsə, İmran, 1806-cı ildə işğal olunan xanlıqlarımız hansıdır? Birinci Dərbənddir. Ay sağ ol. Birinci Dərbənddir. Dərbənddən sonra deməli Bakıdır. Bakını deməli oktyabrda da Bakıdır. Bax ikinci Bakı. Birinci Dərbəndi götürürük, sonra Bakını götürürük. Ondan sonra hə? Dərbətlə başını ləğv elədilər də eyni ildə. Ay sağ ol. 1806-cı ildə ləğv elədilər. Ondan sonra deməli sonra da Quba işğal olundu uşaqlar. Quba xanlığı işğal olundu. Demək birinci Dərbənddir, ikinci Bakıdır, üçüncü də Quba xanlığıdır. Deməli birlə Dərbəndlə Bakı işğal olunduğu ildə ləğv edildi. Quba xanlığı isə Elcan ləğv edilmədi. 1806-cı ildə Quba xanlığında əyalət şurası təşkil edildi. Əyalət şurası. Düz əyalət şurası 1806-cı ildən demək 1810-cu ilə qədər mövcud olacaq. Əyalət şurasına da rəhbər vaxtı ilə Bakı xanı olmuş 2-ci Mirzə Məhəmməd xan təyin edildi. Yerli bəylərdən ibarət. Bax bu əyalət şurasını ruslar idarə eləməyib ha. Yerli bəylərdən ibarət olan əyalət şurası yaradılıbdı. Yadınızda qalsın uşaqlar. Və bunun da rəhbəri olubdu keçmiş Bakı xanı 2-ci Mirzə Məhəmməd xan. Mirzə Məhəmməd xan. Sonra gərək nəyə? Gəldik beləliklə. Dedik ki 1806-cı ildə işğal edildi 1-ci Dərbənd, 2-ci Bakı, 3-cü Quba. Dərbəndlə Bakı işğal edilən kimi ləğv edildi. Qubada isə əyalət şurası yaradıldı 1810-cu ilə qədər. 1810-cu ildə Qubada əyalət şurası ləğv edilərək komendant idarə üsulu yaradıldı. Sonra 1-ci Rus-Qacar müharibəsi dövründə müharibə gedə-gedə yerli cəmaət durub gözləmədi. Durdular, qalxdılar ayağa və ruslara qarşı üsyan qaldırdılar və bu üsyanlar ən çox harda baş verdi? Bu üsyanlar əlbəttə ki 1-ci Carbalakəndə, ondan sonra Şəkidə üsyanlar qalxdı və mən sizə bir şey deyim ha. Bu Sisyanov gəbərdiləndən sonra əllərinə sağlıq olmuş Quba Hüseynəli xanın əmisi oğlu tərəfindən gəbərdiləndən sonra burada Lisaneviç gəldi. Lisaneviç şeyin yerinə gəlmişdi də və Lisaneviç 1800 görün nə baş verir ay uşaqlar, fikir verin. Dəhşətə gələcəksiniz. 1806-cı ildə bu Lisaneviç əmr eləyir. İbrahim Xəlil xan öldürülür. Özü də kim tərəfindən? Öz nəvəsi tərəfindən. Xankəndində öldürülür. Ona qəşəng pul, vəzifə vəd eləyir və bu da gözünə dönüm. Gedir İbrahim Xəlil xanı Xankəndində istirahət eləyər
gedərkən öldürür. Və İbrahim Xəlil xanın öldürülməsi nə demək idi uşaqlar? O demək idi ki, Rusiya öz vədinə bir daha əməl eləmədi. Axı biz dedik ki, 1805-ci il Kürəkçay müqaviləsi ilə yalnız Qarabağ xanlığına imperator zəmanətli deməli fərman vermişlər. İmperator zəmanəti vermişlər və ona general rütbəsi vermişlər. Rusiyanın himayəsinə keçdirmişlər. Və bu nə demək idi? Öldürmək nə demək idi uşaqlar? 1806-cı ildə Qarabağ xanlığının öldürülməsi sizcə kimi narahat eləməli idi? Kimi narahat? Əhalini Şəki xanını narahat eləməli idi. Çünki onun tırkasına gedərək, lap belə deyək də, jargonla deyək. Qarabağ xanının tırkasına gedərək Ruslarla müqavilə bağlayan Şəki xanı idi da. Şəki xanını narahat eləməli idi, Səlim xanı. Və Səlim xan vəziyyəti belə görərək nə qaldırdı? Üsyan qaldırdı və onun bu üsyanı Rusiya tərəfindən yatırıldı və Şəki xanı Səlim xan, Hüseynqulu xan kimi, Bakı xanı Hüseynqulu xan kimi qaçdı, getdi, sığındı Qacarlara. Onun başqa yolu yox idi. Qalsaydı onu da öldürəcəkdilər. Ona görə də 1806-cı ilin oktyabr ayında Şəki yaxınlığında baş verən həlledici döyüşdə Ruslar qalib gəldilər, Şəkini işğal elədilər. Səlim xan Qacar sarayına qaçdı və işğaldan sonra, yəni 1806-cı ilin oktyabrından sonra Rusiyada belə üzr istəyirəm, Şəkidə Rus meyilli qüvvələrdən ibarət müvəqqəti idarə. Hələ burada da o dəqiqə komendant deyil. Quba kimi burada da Sifdə. Qubada əyalət şurası yaradıb, burada müvəqqəti idarə yaradılıbdı. Ümumiyyətlə yeri gəlmişkən mən deyim ki, müvəqqəti idarə Təbrizdə də yaradılıbdı. 1827-ci ildə Təbrizdə də yaradılacaqdı. O 2-ci Rus-Qacar müharibəsi dövründədir. Deməli 1806-cı ildə müvəqqəti idarə yaradıldı və müvəqqəti idarəyə gələ kimi qoysa yaxşısız uşaqlar. Xoy xanı, vaxtilə Xoyun xanı olan, burada Xoy xanı var idi də, bilirsiniz. Xoy xanı demək nə idi Allah kişinin adı? Xoy xanı Cəfərqulu xan. Cəfərqulu xanı qoyur. Xoy xanı nə qayırır uşaqlar? Rusa xoş gəlsin deyə bura deməli Xoyun ərazisindən, Xoy xanlığının ərazisindən Azərbaycanlıları və erməniləri köçürdür Şəkiyə. Bax 1806-cı il Xoy ərazisindən ermənilərin Şəkiyə köçürüldüyü ildir. Bu sizə testə düşəcək, bax yadınızda qalsın. 1806-cı ildə. Başa düşdünüz? Şəki Xoydan köçürdür Azərbaycanlı və erməni əhalini Xoy ərazisindən Şəki xanlığının ərazisinə köçürür. Niyə köçürdür? O burada gəlməkdir də. Eşidirsən İmran? Xoy xanı burada gəlməkdir. Heç kim qeydiyyat aparmır. Yaxşı eləyirsiniz, neyinirsiniz? Mən yazıram. Deməli, baloqla yazsam mı? Burada elə bir ki, qulaq as, nə deyəcəydim hə? Deməli, Xoy xanı bura gəlməkdir. Burada heç kimi tanımırdı, burada yad idi. Ona görə də özünlə bərabər bura ailələr köçürdür və həm də erməniləri köçürdür ki, buna dayaq olsunlar da, heç kimi buna zərər verməyinə, toxunmağına qoymasın. Deməli, bu ermənilər bura köçəndən sonra şəhər ətrafında bir neçə kənd saldılar. Şəkini işğal etdikdən sonra Rus qoşunu Carbala kəndindəki üsyanı yatırtdı. Lakin bu zaman bir general da daxil olmaqla xeyli əskər itirdi. Yəni Cardakı üsyanı yatırdanda, sonra Cardakı üsyan yatırılır, Şəkidəki üsyan yatırılır. Bu zaman Qubada üsyan fışqırır. 1810-cu ildə Qubada üsyan baş verir və Qubadakı üsyanda Rus qoşunu ilə Quba cəmaatı arasında Gilgil çay sahilində döyüş baş verir. Uşaqlar, 1810.
Gilgil çay döyüşü. Yadınızda qalsın. 1-ci Rus-Qacar müharibəsinin döyüşü deyil ha. Testə düşəndə Gilgil çay döyüşünü Rus-Qacara aid eləməyəcəksiniz. Düzdür, Rus-Qacar müharibəsi dövründə baş verib. Amma Rusiya ilə Qacar arasında baş verməyib. Quba xanlığının əhalisi ilə Rus qoşunu arasında baş veribdi. Başa düşdünüz? Burada Şeyx Əli xan Rus qoşununu məğlub eləyibdi. Rus generalı Şeyx Əli xanı tutub gətirənə və yaxud da ölüsünü ya dirisini gətirənə kim gətirəcəksə 1500 çervon, yəni qızıl pul verəcəyini vəd eləyibdi. Lakin istəyinə nail olmadı. Çünki bu işi görən tapılmadı. Ondan sonra bu hətta burada məsələn bəzi bəylər var idi ki, o bəylər Azərbaycanlı bəylər idi, amma Rusa qoşulmuşdular. Amma Quba üsyanı qalxanda qayıtdılar, getdilər Quba üsyanının, deməli Quba xanı Şeyx Əli xanın yanında durdular. Yəni Rusa qarşı vuruşdular. Çar komandanlığı Quba üsyanını yatırmaqdan ötürü bir çox ərazidən çox əziyyət çəkdi. Ətraf ərazilərdən qoşunlarını topladı, təmərküzləşdirdi və bunların arasında döyüş baş verdi. Bu iki döyüşdə, döyüşün adı vermir, Allaha şükür də vermir, bizə adlar lazım deyil. Bu iki döyüşdə dalvadal Şeyx Əli xan məğlub olur, Quba üsyanı yatırılır. Quba üsyanı yatırılandan sonra burada olan nəyi ləğv eləyirlər ay uşaqlar? 1806-cı ildən burada olan nəyi ləğv eləyirlər? Ömər. Qubada olan əyalət şurası. Ay sağ ol. Əyalət şurasını ləğv eləyib komendant idarə üsulu yaradırlar. Ondan sonra baxın, deməli gəldik nəyə? Bu Çopolun Rusu Qacarlarla müharibə apardığı müddətdə uşaqlar Osmanlı ilə də müharibə aparır. Deməli, bax bura diqqət elə. Yazın, qeyd aparın. Rus-Qacar müharibəsi birinci, bura bir Rum rəqəmindən bir qoyun. Rus-Qacar müharibəsi, yəni birinci Rus-Qacar müharibəsi 1804-dən 1813-dür. Bunu deməkdən dilimdə yara bitdi. Və bu müharibəni apara Rus 1806-cı ildən 1812-ci ilə qədər Rus-Osmanlı müharibəsi var. Rus-Osmanlı müharibəsi və 1812-ci ildə Buxarest sülhü ilə bitibdi bu müharibə. Nə müharibəsi, nə sülhü ilə? Buxarest sülh müqaviləsindən bitibdi. Hər ikisində də Rus qalib gəlib ay uşaqlar. Hər ikisində də qalib tərəf Rus olubdu. Birində Qacarı məğlub eləyib 1813-də Gülüstan imzalayıbdı. Digərində Osmanlını məğlub eləyib Buxarest müqaviləsi imzalayıb. Hər ikisində birində Osmanlı Rusun Cənubi Qafqazdakı ağalığını tanıyıb, digərində yəni Gülüstanda Qacarlar Rusun Cənubi Qafqazdakı ağalığını tanıyıb. Başa düşdünüz? Mən sizə bunu Mən sizə bunu necə izah İmran tələsmə, çünki mən video qeyd aparıram, qrupa atacağam. Kim ki dərsə qulaq asmayıb, kim ki orada yatıb, kim ki ağız ayrıqlıq eləyib, kim ki qapılardadır, gəzir, özü üçün kefindədir. Ondan sonra bu videonu qoyar, canı çıxar, baxar. İndi qulaq asın. Bu Rus-Osmanlı müharibəsinin gedişatında da Rusiya həm də Osmanlı ilə müharibə apara neynədi? Deməli, 1807-ci ildə Gümrü döyüşü baş verdi. Nə döyüşü baş verdi? Gümrü döyüşü. Bax, diqqət elə. Necə ki, mən orada səsi bağlayayım, səsim özümə qayıdır. Necə ki, 1810-cu ildə Qubada baş verən Gilgil çay sahilində baş verən döyüş 1-ci Rus-Qacar müharibəsinin döyüşü deyil, eləcə də Gümrü döyüşü 1807-ci ildə baş verən Gümrü döyüşü Rus-Qacarın döyüşü deyil ha. Bu, deməli, Osmanlı ilə Rusiya arasında baş vermiş döyüşdür, Gümrü döyüşü. Çatdı sizə? Yes. Deməli, bu Osmanlı gəlib Gümrüyə, Gümrü bilirsiniz də haradır? Haradasa bax bu ərazilərdir. Ermənistanla Gürcüstanın arası da Azərbaycana yaxın olan ərazi. Burada baş verən döyüşdə, deməli, Rusiya
qalib gəldi. Belə üzr istəyirəm, Rus qoşunu məğlub oldu. Osmanlı Rusiyanın Cənubi Qafqazdan, o cümlədən Azərbaycanın şimal torpaqlarından çıxarmasına, şimal torpaqlarındakı şimal torpaqlarından çıxarılmaq planına ağır zərbə vurdu. Yəni belə deyək də, bir də deyirəm bu cümləni, bu cümlə mənim özümə də çatmadı. 1807-ci ildə tərəflər arasında Gümrü döyüşü baş verdi və bu Gümrü döyüşündə Rus qoşununa məğlub olan Osmanlı, deməli Rus qoşununun Cənubi Qafqazdan çıxarılma planına ağır zərbə vurdu. Deməli, buradan nə çıxır? Bunu cümləni sizə başa salım. Bu cümlə direkt kitabın cümləsidir. Burada nə deyir? Burada mən sizə başa salım. Deyir ki, bu döyüşdə Osmanlı Rusiyaya qalib gələrək Rus qoşunlarını Cənubi Qafqazdan çıxarmağı planlaşdırırdı. Amma nə yazıq ki, 1807-ci ildə baş verən bu döyüşdə Osmanlı məğlub oldu və onun bu planı baş tutmadı. Çatdı sizə indi bu cümlə? Bəli, bəli. Deməli, Gümrü döyüşündə hansı tərəf məğlub oldu dedik? Ruslar. Ay sağ ol, Ruslar məğlub oldu və 1812-ci ilin may ayının 16-sında Buxarest sülh müqaviləsi imzalandı. Buxarest kimlər arasında imzalanıb uşaqlar? Osmanlı Rusda yəqin çömən. Ay sağ ol, yəqin yox, 100%. Osmanlı ilə Rus arasında imzalandı və bu müqavilə ilə Osmanlı dövləti Rusiyanın Cənub Qafqazdakı işğallarını tanımağa məcbur oldu. Ondan sonra Rusiyanın 1808-1809-cu il hərbi əməliyyatlarından danışaq. Bu hərbi əməliyyatlar İrəvan xanlığı uğrunda gedirdi. Naxçıvanı da qatdım bura, Naxçıvanı qatmayım. Deməli, İrəvan xanlığını tutmaq uğrunda, necə ki, biz müharibənin əvvəlində İrəvan xanlığını tuta bilməmişdilər, eləcə də indi də tuta bilmədilər. Belə ki, onlar deməli İrəvan xanlığını mühasirəyə aldılar, amma tuta bilmədilər. Niyə? Əvvəla İrəvan qalası qəhrəmanlıqla müdafiə olunurdu. İkinci cəhətdən Abbas Mirzə İrəvana kömək göstərirdi. Və beləliklə 1809-cu ilin may ayında Rus qoşunları İrəvan qalasının mühasirəsindən əl çəkməklə yanaşı, Abbas Mirzənin təzyiqi ilə Naxçıvanı da tərk etməli oldular. Uşaqlar, çünki baxın, bu testinizə düşmüşdü. Kim ki xanlıqlar testini işləyibdi, Ömər buradasan? Xanlıqlar testində belə bir söz var idi. 1808-ci ildə Naxçıvandan bağlı. Naxçıvan və 3 kilsəni tuturlar ruslar. Naxçıvan və 3 kilsəni tuturlar. 3 kilsəni tuturlar və 3 kilsəni ələ keçirərək, Naxçıvanla 3 kilsəni ələ keçirərək İrəvan xanlığını mühasirəyə alırlar. Yəni 1808-ci ildən söhbət gedir, ha. Əgərləri xəritədə düşsə 1808-də Rus qoşunu haranı tutub, biz mütləq Naxçıvanı göstərəcəyik. Aha. Deməli, yenə də onların bu döyüşləri uğursuzluqla nəticələnir. Sonra gəlir 1809-cu ildə Qarababa döyüşü. Qarababa adlanan yerdə, yəni Qarababa kəndi yaxınlığında Abbas Mirzənin başçılığı altında Qacar ordusu Rus qoşununun deməli əsas hərbi hissələrini darmadağın eləyir. Yəni 1809-cu ildə baş verən Qarababa döyüşündə Qacar ordusu qalib gəlir və bundan sonra deməli Rusun başı qarışır Napoleona. Çünki Napoleon 1812-ci ildə Rusiyaya hücum eləyir və onların arasında fikir verin, uşaqlar, burada biraz vəziyyət qarışıqdır. Deməli, Rus Qacarlarla müharibə apara-apara dedik ki, Osmanlı ilə müharibə aparıbdı, qalib gəlibdi. Sonra fransızlarla müharibə aparıb, İminavoy şeylə, Napoleonla. Müharibə aparıb fransızlarla da qalib gəlibdi və fransızlara üzərindəki qalibiyyət Rus qoşununun Çar 1-ci Aleksandr eləyib bunu, ağzından süd iyi gələn uşaq idi o taxta çıxanda. 16-17 yaşında uşaq idi. Hətta Napoleon onunla Tilsit sülh müqaviləsini imzalayanda onu lağa qoymuşdu ki, bu ağzından süd iyi gələn uşaq məndən nə imzalayacaqdı? Amma həmin o ağzından süd iyi gələn uşaq sənin belini qırdı Rusiyada. Və sən ondan sonra Napoleonun nüfuzu düşür aşağı və dünyada ona qarşı ittifaqlar yaranmağa başlayır və beləliklə Fransa məğlub olur, Napoleon məğlub olur.
Və beləliklə uşaqlar Napoleon Fransası demək Rusiyaya hücum eləməsi və Rusiyanın başına ona qarışması və s. Və onu məcbur eləyir ki, buradakı müharibəni tezcə bitirsin və nəhayət şey eləsin də, qalib gəlsin. Hər nəysə, İrəvan xanlığında da bu səfərki yürüşündə də İrəvan xanlığını tuta bilmir. Deməli, belə çıxır ki, 1-ci Rus-Qacar müharibəsinin gedişatında Rus qoşunu İrəvanı neçə dəfə mühasirəyə alıb şöyle? Neçə dəfə həmlə eləyibdi şöyle? Şöyle yox. 2 dəfə. Biri 1804-də, biri də 1808-1809-cu illər hərbi əməliyyatında. Və hər ikisində də məğlub olub geri qayıdıblar, tuta bilməyiblər. Və bu səbəbdən də burada Rus Qafqazın baş komandanı olan Qudoviç istefa verir. Buranı tuta bilmir deyə istefa verməyə məcbur olur və Qudoviç gedir, Tormasov gəlir. Baxın uşaqlar, Sisyanov getdi, kim gəldi? Lisaneviç getdi. Sonra Qudoviç getdi, Tormasov gəldi. Bax bunları əzbərləyin ha. Qudoviç getdi, Tormasov gəldi. Bax bunlar hamısı Cənubi Qafqazdakı Rus generalları, Rus qoşununun hərbi generallarıdır. Sonra Lənkəran xanlığına baxaq, Lənkəran xanlığının alınmasına baxaq. Lənkəran xanlığı Ruslar gələndə deməli burada bəzi hərbi əməliyyatlar aparılır. 1809-1810-cu illərdə Qarabağ və Gəncə istiqamətində bəzi əməliyyatlar aparır Rusiya və burada bu hərbi əməliyyatlarda uğursuzluqlar olur və bu Abbas Mirzənin uğursuzluqları idi, yəni Qacar qoşununun uğursuzluqları idi və ona görə də bu sülh danışıqlarını bərpa eləməyə məcbur olur. Deyir ki, tabi sülh bağlayaq da gör neçə ildir müharibə davam eləyir. 9 il zarafat deyil. 9 ildir ki müharibə davam eləyirdi də. Bu 1809-da 5 il idi də. 5-6 ildir ki müharibə gedir və ona görə də təzədən bu sülh müqaviləsini, sülh danışıqlarını bərpa eləməyə çalışır və burada nə baş verir? Rusiya Lənkəran xanlığının torpaqlarına iddia eləyirdi. Lakin Lənkəran xanı nə deyirdi? Lənkəran xanı Mustafa xan şərt qoymuşdu irəli. O Rusiyaya meyil göstərirdi və orada şərt qoşmuşdu. Şərti nədən ibarət idi? O deyirdi ki, mənim idarəçiliyimdə qalsın da Lənkəran xanlığı, belə deyək. Və burada İngiltərə adı da çəkilir. İngiltərə Rusiyanın Xəzər sahillərində möhkəmlənməsini, özünün yaxın və orta şərqdəki maraqlarına böyük təhlükə hesab eləyirdi və ona görə də şey eləyirdi də, Qacarlara kömək eləyirdi Rusiyaya qarşı, Qacarları dəstəkləyirdi. Hətta biz görəcəyik ki, 1-ci Rus-Qacar müharibəsindən sonra 1814-cü ildə İngiltərə ilə Qacarlar arasında Tehran müqaviləsi imzalanacaq. Və bu Tehran müqaviləsinə görə İngiltərə gətirib hərbi zavodlar tikəcəkdi Qacarların ərazisində ki, burada hərbi silahlar falan düzəldilə bilsin. Osmanlı dövləti 1806-cı ilin sonunda Rusiyaya müharibə eləyəndə bu Fətəli Şah, yəni Qacarların Fətəlisi öz qüvvələrini Osmanlılarla birləşdirib əməliyyatları genişləndirmək üçün Azərbaycana gəlmişdi. Ona görə Azərbaycanda idi. İngilislərin təbliğatı Fətəli Şahı Ruslara qalib gələcəyinə inandırmışdı. Şah yeni müharibədə dini amildən də istifadə eləyirdi. Yəni onları dini cihada səsləyirdi. Cihad etməyə fətva verirdi. Bu da nə ilə oxşar cəhət uşaqlar? Yadınızdadırmı? Səfəvilərlə Osmanlı arasında müharibə başlamamışdan qabaq Osmanlı Sultanı Səlim də bunları cihada səsləyirdi. Onlar sünni idilər, Səfəvilər də şiə idilər və o da bütün məscidlərdə, xütbələrdə deyirdi ki, Səfəvilərlə müharibə mübahdır, cihaddır. O cihadda ölənlər şəhid məqamındadır. Onlar dindən çıxıbdılar, kafirlər və s. Və öz müharibələrinə dini don giyindirməyə çalışırdılar. Eləcə də bunlar da burada
Yəni Fətəli Şah da burada ruhaniləri söyləmişdi ki, ruhanilərdən xahiş eləmişdi ki, yəni ruslara qarşı təbliğat eləsin, onlara qarşı cihad elan eləsin və s. Ondan sonra 1812-ci ilin əvvəllərində hərbi əməliyyatlarda deməli uğur qazanan Qacarlar deməli Sultanbud döyüşündə deməli Sultanbud döyüşü baş verdi. Deməli biz deyirik ki 1812-ci il Sultanbud döyüşüdür. Sultanbud bilsiz harda yerləşir? Təxminən Ağdam ərazisi bu ərazilərdə yerləşir. Sultanbud döyüşündə qalib gəlir Abbas Mirzə və bu qələbə Qacar əskərlərinin döyüş ruhunu yüksəldir. Demək olar ki, sonuncu qələbələri idi də bu Sultanbud döyüşü. Ondan sonra 1812-ci ildə Rusiya-Fransa arasında olan müharibə başlayır. Napolyon qalib gəlir və s. və bundan da Rus qoşunu eləyir də, ilhamlanır və 1812-ci il həmi Sultanbud döyüşüdür uşaqlar. Və 1800 bir də odur. 1812-ci ildə Aslandüz döyüşü də var. Aslandüz döyüşü müharibədə dönüş nöqtəsidir. Belə dönüş nöqtəsidir ki, Aslandüz döyüşündən sonra Lənkəran xanlığı işğal edilir. Nə olur? Aslandüz döyüşündən sonra həlledici döyüşüdür. Aslandüz döyüşündə Qacarlar məğlub olur. Lənkəran qalası mühasirəyə düşür və 1812-ci ilin dekabrın 21-də deməli Rus qoşunları Lənkəran qalasını mühasirəyə alaraq Abbas Mirzənin qoşununu Lənkəran xanlığından çıxardırlar. Demək, burada Xəzər donanması Lənkəran sahillərinə, deməli, Rusiya Xəzər donanmasının Lənkəran sahillərinə göndərilir və burada uşaqlar, bax, xahiş edirəm kitabınızda 272-dir məndə. O səhifəni açın. Orada o cümlənin altından xətt çəkin. Bu çox vaxtı insanlar səhv eləyirlər. Nə də səhv eləyirlər.